Hər gün bir stəkan sumaqlı su içsək bədənimizdə nə baş verər? Alternativ tibbdə son illər ən çox istifadə olunan müalicə üsullarından biri də məhz sumaqlı sudur. Bəs bu sumaqlı suyun faydaları nələrdir? Sumaqlı su ilk növbədə həzm sistemini dəstəkləyir. Qaz və şişkinlik probleminiz varsa, bu problemlər də aradan qaldırır və iştahınızı da açır. Sumaqlı su güclü antioksidant xüsusiyyətlərə malik olduğundan sizin immun sisteminizdə qaldırır. Bu da sizin xəstəliklərə qarşı müqavimətinizi artırır. Sumaqlı su qan şəkərini tənzimləyir, pis xolesterolu azaldır və beyin fəaliyyətinə çox müsbət təsir göstərir. Sumaqlı suyu hazırlamaq üçün bizə lazımdır su və sumaq. Bir stəkan qaynar suyun üzərinə 1 çay qaşığı sumaq əlavə eləyin. 10-15 dəqiqə dəmləməsini gözləyin. Rəngini dəyişib dəm aldıqdan sonra süzüb içə bilərsiniz. Gündə maksimum 1 stəkan içmək tövsiyə olunur. Lakin bəzi hallarda sumaqlı su əks təsir göstərə bilər. Əgər mədənizdə turşuluq çoxdursa, yaxud da təzyiq probleminiz varsa, sumaqlı su içmək tövsiyə olunmur. Həmçinin sumağa qarşı allergiyası olanlar və hamilələr də sumaqlı su içməsələr yaxşı olar. Bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməmizə basmağı və kanalımıza da abunə olmağı unutmayın.